Məhkəmənin vaxtı barədə lazım dərdə qərarda olunsun, məhkəmə hazırlıqlarına iştirak edirsiniz. Gələn məhkəmə iclasında bu hal təkrarlansa, sizin barənizdə qanunvericiliyin nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Sizə xəbərdar olun. Məhkəmə vaxtında başlamalıdır, başında proses getməlidir. Əyləşdir. Məhkəmə iclasında zərər çəkən şəxs gəlməyib. Məhkəmənin barədə xəbərdar olun, təkrar iştirak edilir. Ben istəyərdim ki, bu məsələyə məhkəmə münasibət verilsin. Məhkəməyə belə bir göstəriş olan Sizin məhkəmə iclasının təxirə salınması barədə vəsatətinizin müzakirə vəsatətinizdə göstərdiyiniz ki, Amerika Birləşmiş Ştatlar işgüzar səhvlərdə olmanızla əlaqədar. Çünki biz keçən dəfə Ağır Həlinin verdiyi vəsatətlə əlaqədar rəsmi qaydada olan cinayət işinin materialları ilə tanış olma barədə şərait yaradacağı barədə ərizə göndərmişdik. Lakin bu müddətə qədər Ağır Həlin tərəfindən cinayət işinin materialları tanış olmaq üçün məhkəmə müraciət olunmamışdır. Siz təzə gəlmişsiniz, ödənmədən vəsatətə münasibətinizi xahiş edən dəfə salınmaya alaydır. Ölməklər ki, qeyd etdiniz ki, hazırlıq iclasında da bir gün öncə Ağır Xəlil cinayət işinin materiallarından tanış olması barəsində vəsatət qaldırmışdır. Həmin vaxtda bizim mövqeyimiz belə idi ki, cinayət işlə tanış olması üçün ona şərait yaradılmalı. Baxıyor, üstündən xeyli müddət keçir, o cinayət işlə tanış olmuşdur. Ancaq nəzərə alaraq ki, onun nümayəndəsi Elçin Sadıqov həmin müddətdə xarici səfərdə oldu. Ona görə də mən də dərəcəli şəxsin nümayəndəsinin cinayət işlə tanış olması barəsində vəsatətinin təmin olunmasına etiraz edirəm. Təqsirlənən şəxs tərəfindən onun məhkəmə iclasının təxirə salınması barədə vəsatətə münasibət. Əgər tanış olmaq istəyir işinlə, siz şərait yaradılmışsınız ona, ola bilər ki, onun vaxt çatmayıb. Bunda məhkəmə baxışına. Sizin nə qədər vaxt lazımdır sizə tanışlar? Bir gün tanış olsam da məhkəmə. Kifayət edir. Məhkəmə yerində müşavirə edərək qərar alır. Məhkəmə iclası 24 iyun saat 11:30-da təxirə salınır. Mən tərəflərdən xahiş edirəm, yəni gələn məhkəmə iclasında şahidlərlə dəvət edəcəyik. Xahiş edirəm, vaxtında məhkəmə iclasında iştirakınız sağ olun.